Salam dəyərli izləyicilər. Biz videoya qaldığımız yerdən davam edəcəyik. Keçənki videomda ilk 11 sualım sizə addım-addım həlli şəkildə başa salmışdım. İndi qalan sualları başa salacağım. Deməli, 12-ci sualda deyir ki, RGB rəng modelini, yəni Red Green Blue rəng modelində bir piksel 24 bitlə kodlaşdırılır. 24 rules 2048 piksel təsvir RGB modeli ilə kodlaşdırılarsa, yarışda neçə megabayt yer tutar? Burada deməli 24 biti çeviririk beta, 1 baytda 8 bit olduğu üçün 24 bitdə 3 bayt olacaq. Sonra bu baytı birinci kilobayta çevirəcəyik, sonra megabayta çevirəcəyik. Bunun üçün isə deməli 1 megabayt 1024 kilobayt edir. 1024 kilobayt isə 1024 vurulsun 1024 bit, yəni bayt edir. Sonra belə bir onluq kəsr quracaq. Onluq kəsrli tənlik. Ya, biraz pis oldu. Yaxınlaşdırım. Biraz pis ola bilər. 24 vurulsun 2048 vurulsun 3 bayt. Yəni 24 biti 3 bayt çevirdik. Bölünsün. 24 vurulsun 1024. Çünki kilobaytı bayta çevirmək üçün. Burada da 1024 ilə ixtisar getdi. 2048 ilə 1024 ilə yəni burada 2 qaldı. Burada da sonra 2, burada 3 qaldı. 2 vur 3 bərabərdir 6. Burada cavab 6 olur. Yəni çox da çətin deyil, çox da asan deyil. Yəni orta səviyyəli misal. Sonra bu misal baxaq. Aşağıdakı blok sim algoritminin icrasından sonra S dəyişəninin son qiyməti neçə olacaq? Burada S dəyərinin qiymətini bizə 0 olaraq verim. Dəyişənin qiymətini isə 1 veririm. Burada deməli dövr algoritmidir. Yəni əgər ona bərabərdir ya da ondan kiçikdirsə, kiçikdir, deməli S-in üstünə 1 gələcək. S-in yeni qiyməti olacaq 1 olacaq. Bunu da siz belə yazın. S bərabərdir 1. S bərabər i də olacaq 2. Çünki i-nin qiyməti 1 idi. Sonra tezdən yenə eyni kiçik olurlar ondan. S üstə 2 gəlir. Çünki i-nin qiyməti 2 idi, 3 olur. I-nin də qiyməti olur. Deməli 3. Sonra S-in qiyməti olacaq 3, 6. Sonra i-nin də qiyməti olacaq bərabərdir 4. Sonra S-in qiyməti olacaq 6, 10. Sonra i-nin də qiyməti olacaq 5. S-in də qiyməti olacaq 15. i-nin də qiyməti olacaq 6. Tezdən yazaq. Sonra S-in qiyməti olacaq 21. i-nin qiyməti olacaq 7. S-in qiyməti olacaq 28. i-nin qiyməti olacaq 9. 8. S-in qiyməti olacaq 36. i-nin qiyməti olacaq 10. Çünki yenə 10 bərabərdir, ondan böyük olmalıdır. S-in qiyməti bərabərdir olacaq 46. i-nin də qiyməti olacaq 11. Və beləcə yox, burada biz bir şey səhv elədik. Mən burada bir səhv eləmişəm, amma mən belə dediyim qaydada eləsəz cavab 55 çıxacaq. Mən RFM-ə gedəndə sizə bir şey deyim, bu sual səhv yazmışdım, 45 yazmışdım. Deməli, sonra aşağıdakı ədədlərdən 4-ə tam bölünənləri müəyyən edin.
Burada sizin say sistemlərin keçid qaydasını yaxşı bilməlisiniz. Burada da olacaq cavab 2 ilə 3 olacaq. Yəni bir şey deyim, bunlar onluq say sistemi çevirsə daha rahat olar. Sonra giriş qurğularına aid olmayanları seçin. Web kamera. Deməli, web kamera giriş qurğusudur. Yəni bizim görünüşümüzü alır web kamera. Yəni kompüterin hər hansı bir hissəsini taxırıq və bizim görünüşümüzü alır. Yəni bizim görünüşümüzü çıxarmır, alır. Ona görə web kamera giriş qurğusu. Bu doğru. Ana lövhə. Ana lövhə giriş qurğusu ya da çıxış qurğusu deyil. Ana lövhə daxili qurğudur. Ona görə bu x, deməli 2 oldu, 2 yazaq. Sonra optik diskdə elə həminki kimi xarici yaddaş qurğusudur. Bu da x, 3. Qrafik planşet. Bəli, qrafik planşet yəni digitizer. Biz onun üstündə nəsə müxtəlif modellər çəkirik və onu monitorda və s. görə bilirik. Buna da 4 də doğru. Operativ yaddaş yəni RAM daxili yaddaşdır. Bu da x 5. Yəni cavab D olacaq. Sonra 16. Swap x-y əməliyyatı x və y dəyişənlərin qiymətlərini dəyişdirir. Yəni məsələn onlar yerlərini dəyişdirir. Məsələn, əgər x5 və ya y3 olarsa, onda swap x-y əməliyyatını dərhal sonra x3 və ya y5 olur. Qiymətini alacaq. Aşağıdakı əməliyyatlar yuxarıdan aşağıya doğru ardıcıl yerinə yetirildikdən sonra A üstəgəl B üstəgəl C cəmi neçə olar? Deməli, bu misal həll eləyəcəyindir. Deməli, A dəyişəni 1-dir, B dəyişəni 2-dir, C dəyişəni 3-dür. Deməli, swap A və B. A və B əməliyyatından sonra, deməli, B olacaq 2, B bərabərdir 2, A bərabərdir, B bərabərdir 1 olacaq, A bərabərdir 2. Ona görə B bərabərdir, B üstəgəl 1 olacaq, B 2. Sonra swap AC. A ilə C-nin yerini dəyişdiririk. Deməli, C olacaq bərabərdir 1, A olacaq bərabərdir 3. A-nın üstünə A üstəgəl 2 gəlir. Ona görə A bərabərdir 5. Sonra A 5 oldu. Deməli, A 5 yazım sizin üçün. Rahat olsun. A 5. B oldu 2. C də oldu 1. Sonra swap BC əməliyyatı, deməli B ilə C-nin yerini dəyişdirəcəyik. C olacaq 2, B olacaq 1. C bərabərdir A üstəgəl B, yəni C bərabərdir A 5 üstəgəl 1, C bərabər 6 olacaq. C tapdıq, A, B, C-ni tapdıq. A olacaq 5, B olacaq 1, C də olacaq 6, bərabərdir. Gözləyim burada, bir şey səhv eləmişəm. Sizə burada yəni səsli həll deyəcəm. Deməli, burada swap AB deyir. A 1-dir, B də 2 olacaq. Ona görə B 1 olacaq, A 2. Sonra burada deyir ki, B bərabərdir, B üstəgəl 1. Deməli, B 2 olduğuna görə 2 üstəgəl 1, B bərabərdir 3 olacaq, B 3 olacaq. Sonra burada deyir ki, swap AC. Yox, B olacaq 2 olacaq, çünki B 1 idi. B oldu 2. Sonra swap AC deyir. A 1-dir, yox, A 2-dir. Yəni, B ilə yerini dəyişdirilər. C də 3-dür. Olacaq, A 3, C 2 olacaq. A bərabər A üstəgəl 2, 2 üstəgəl 2, A bərabər 4. Oldu mu? Sonra swap BC ol deyir. B ilə C-nin yerini dəyişdirir. Sonra B 1 idi, C də oldu. C 2 idi, C 2 oldu. Ona görə B 2 olacaq, C 1 olacaq. C bərabərdir. A neçə idi? A son dəfə A 5 idi. A 5 üstəgəl
2 bərabərdir. Yox, 5 üstəgəl 1 6, C 6 olacaq. Mən burada bir şey səhv eləmişim deyəsən. Deməli, video tezdən qayıtdım. Burada cavab olacaq 14. Həllini sonra izah eləyərəm. Sonra deməli, informasiya proseslərini seçin. Bu çox asan sualdır, amma yenə də izah eləyəcəm bilməyənlər üçün. Deməli, informasiya prosesləri üçün ötürülmə. İnformasiya prosesləri, deməli, informasiyanın toplanması, informasiyanın ötürülməsi, informasiya toplanması, bağışlayın, emalı, ötürülməsi, saxlanması bu proseslərdir. Deməli, ötürülmə informasiya proseslərindən biridir, bu doğru. Diskretlik alqoritm xassələrindən biridir, bu yanlış. Tamlıq informasiya xassələrindən biridir, bu yanlış. Anlaşıqlılıq bu da informasiya xassəsidir. Emal da bayaqlar dediyim kimi informasiya prosesidir. Ona görə cavab 1 və 5 olacaq. Sonra o bir suala keçək. Deməli, aşağıdakı bərabərliyə əsasən x-in qiyməti tapın. Bu da say sistemlər, keçid suallarına aiddir. Deməli, burada bu sualı izah edəcəm. Burada A və B, yəni 10, 11, 16 say sistemi. Bunu onluğa çevirəcəm. Deməli, hər bir qüvvətinə görə hesablayırdıq deyəsən, biz onluğa keçirərkən. Yox, bu sual say sistemləri öyrənməsiz. Burada cavab D olacaq. Bəzi sualın həllərini tam izah eləmirəm, amma siz Gemini ya da ChatGPT-yə atıb tapa bilərsiniz. Atilla qədim bir kitabxanada gizli bir xəritə tapır. Xəritədə qeyd olunub ki, xəzinəni tapmaq üçün mağaradan çıxıb şimal tərəf gedən gizli tunelə girməlisən. Atilla mağaradan çıxanda qarşısında 4 fərqli tunel olduğunu görür və anlayır ki, xəritədəki informasiya onun hansı tunelini seçib qərar verməsi kifayət deyil. Xəritədə informasiyanın hansı xassəsi ödənilmir. Burada deyir ki, diqqətlə, xəzinəni tapmaq üçün mağaradan çıxıb şimal tərəf gedən gizli tunelə girməlisən. Yəni, şimala tərəf gedən, yəni 4 dənə tuneldir. Onlardan hamısı şimala gedər, yox, fərqli olur, amma gizli tuneldir. Burada yəni informasiya tam ifadə etmək, hansı tunelə girməlidir, hansı tunelə girmək lazımdır, burada tamlıq xassəsi olur. Amma birdən deyirsiniz ki, aktuallıq, çünki burada qədim bir kitabxanada gizli bir xəritə tapır. Bu heç bir əlaqəsi yoxdur. Yəni, burada cavab tamlıq olacaq. Sonra. Deməli, aşağıdakı alqoritmin icrasından sonra A dəyişənin son qiyməti necə olacaq? Burada A dəyişəni 3 verilib. A olacaq, A üstəgəl 4, A bərabərdir 7. Sonra B bərabərdir 3A çıxılsın 5. Yəni 3 vurulsun A 7-dir. 3 vurul 7 21, 20-dən 5 çıxanda 16. Sonra A bərabərdir A üstəgəl B. Yəni A 7-dir, B də 16 olduğu üçün cavab olacaq 23. 23. Sonra B deyir ki, yəni burada bizə B dəyişəni tapmalıyıq, amma B dəyişəni tapmaya ehtiyac yoxdur. Burada A dəyişəni soruşur onsuzda. Ona görə A dəyişəni sonda 23 qiymətini alır. Burada cavab C olacaq. Sonra mən bu sualı imtahan gedərkən yazmamışdım. Həllində bilmirəm. Yəni siz məktəbə gedəndə informatika müəllimlərindən soruşa bilərsiniz. Mən bu sualı yazmamışım və tam da bilmirəm. Sonra. Deməli, bu sualı da mən tam bilmirəm, çünki bu sualı yazmamışdım. 23-cü sual keçək. Aşağıdakı alqoritmi icra zamanı y dəyişənin son qiyməti necə olacaq? Burada ki, x dəyişənin 10 qiyməti verilib, y dəyişənin 20 qiyməti verilib. Deyir ki, x dəyişəni y dəyişənindən yəni kiçikdir ya da bərabərdir. Yəni burada kiçikdir. O da yerə x olacaq 5 artırılır. X 10 üstəgəl 5 15. Y də olacaq bərabərdir 23. Çox tezdən həmin qayda olur. 15 23-dən kiçik olur.
x bərabərdir 20, y bərabərdir 26, həmin qayda olur. X bərabərdir 25, y bərabərdir 29, həmin qayda olur. X bərabərdir 30, y bərabərdir 32. Sonra x bərabərdir 35 və y bərabərdir 35. Burada artıq x y-a bərabər olur. Amma x y-dan böyük olmalıdır. Ona görə x bərabərdir 40, y bərabərdir 38. Və böyük olduğu üçün deyir ki, yox, x bərabərdir x üstəgəl y, x-in nəticəsi olacaq 78. Amma burada bizdə x soruşmur. Burada diqqət etməliyik. Y soruşur. Ona görə y-ın da son qiyməti 38 olur. Cavabı da D. Sonra o birisi sualımıza keçək. Deyir ki, 24-cü suala uyğunluğu müəyyən edin. 1 budaqlanan alqoritm, 2 dövrə alqoritm, 3 xəttli alqoritm. A şəklindəki alqoritmi nəzər salsaq, bu özə budaqlanan alqoritmə oxşuyur. Yəni burada şərti bloku var və daxil etmə bloku görürük. Burada olacaq 1-ə aid olacaq. 1 yazaq. Sonra B şəklində nəzər salsaq, bu dövr blokuna oxşuyur. Çünki bizə şərt ödənilənə kimi şərtin nəticəsi verilir. Yəni şərt ödənilənə kimi olur. Bu dövrə alqoritm olacaq. Bu olacaq dövrə alqoritm olsa 2. C olacaq. C-dən budaqlanan alqoritm şərt var. 1. Sonra D-də isə də şərt ödənilənə kimidir. Bu olacaq 2. Evdə də ardıcıllıqlandı, yəni şərt və s. və yaxud yoxdur. O yüzden olacaq 3E. Yəni cavaba baxsaq 1 A C 2 olacaq B-D 3 də olacaq E. Yəni 1 A C 2 B-D 3 D. Burada cavab A olur. Sonra deməli deyir ki, 25 sualı. Bağının qrafika bölümündə 2026 ədədini yaza bilməsi üçün altın sətirdə A dəyişənin ilkin qiyməti ən az neçə olmalıdır? Burada yazılıb ki, sil ilkin vəziyyət, yəni ilkin qiymətlərim var. Yazının ölçüsü 30. Dəyişən AB. A bilinmir, B 13'dür. Yaz təsadüfi A üstəgəl B. Bağını gizlə. Bu da bizə deyir ki, 2026 ədədi yaza bilməsi üçün A dəyişən ən az neçə olmalıdır? Yəni burada B-ni 13 verib, 2006-dan da 13 çıxsa, 2013, yəni ən az qiymət burada. Başqa variantlar da ola bilər, mən sizə təxmin edirəm. Və sualları da bitirdik. Sağ olun əziz dəyərli izləyicilər. Və təxmini biləcəksiniz ki, bu suallar neçə bal yığmışam. Amma mən sizə dəqiq izah edə bilmərəm, yəni informatika müəllimlərinizə soruşa bilərsiniz məktəbdəki. Sağ olun, sağlıqla qalın.